Deyərdim ki, 5 nəfərdən 3-ü məhz bax bu problemdən, yəni səhhətində yaranan bu problemdən şikayətlənir. Qanında qatılaşma və yaxud ödümdə qatılaşma. Ümumiyyətlə, bu qatılaşma nədir? Təbii ki, bunun haqqında mən danışmayacağım. Bu haqda bizim qonağımız danışacaq. Zəfər Ataçiyev, fitoterapevt. Zəfər bəy, xoş gəlmisiniz. Sağ olun, məni bura dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Buyurun Zəfər bəy. Əslində mən sizə təşəkkür edirəm ki, gəlib belə buradan məlumat verirsiniz. Çünki həqiqətən çox vacibdir. İnsan ümumiyyətlə çox qəribə bir canlıdır, qəribə bir varlıqdır. Bu günləri aldığı dəmirdən olan maşınını belə vaxtında aparıb onu texniki baxışdan keçirdir, amma özü yerə çökməyincə heç vaxt həkimə getmir. Yəni hamımız elə, yəni tək böyük əksəriyyət elədir. Amma əslində biraz öncə vurğuladığım problem, yəni qanda qatılaşma əslində elə böyük bir fəsadlara aparıb çıxarır ki, bu təbii ki, yaş ötdükcə bu yaranır. İstəyirəm bu haqda siz danışasınız. Qanı durlaşdırmaq bütün yaşlarda lazımdır, amma xüsusilə də yaşlı dövrdə. Damarlarda trombların əmələ gəlməsi, tromboflebitin əmələ gəlməsi, sonra aterosklerozun yaranması, bütün bunlarda qanın qatılaşması rol oynayır. Ona görə də qanı durlaşdırmaq lazımdır. Məsələn, indi təyinatlar aparılır, qanı durlaşdırmaqdan ötürü preparatlar var ki, qanı bir neçə saat müddətində durlaşdırır. Lakin bunları uzun müddət istifadə etdikdə və xüsusilə də bunları düzgün istifadə etmədikdə, uzun müddətli istifadədən gedir. Mədədə seyirlik qişasında problemlər yaranır və mədədə qastrit, yara və digər problemlərə gətirib çıxarır. Bəli, qanaxmaya qədər gətirib çıxarır. Amma mən bu günləri qanı təbii vasitələrlə necə durlaşdırmaq lazımdır, o sualları cavablandırmağa çalışacağam. Birinci növbədə burada gün ərzində 1 litr yarım suyun qəbul olunmağı çox vacibdir. Öncə suyun qəbul olunmağı da ilıq şəkildə olmalıdır. Gün ərzində hissəsi olmalıdır. Mədə temperaturuna uyğun. Mədə temperaturuna uyğun olmalıdır. Çünki bilirsiniz ki, soyuq spazm verir, isti spazmanı açır. Və bu suyun qəbulu, burada kofe, spirtli içkilər və digər şirni içkilər bura adiyyatı deyil. Burada sırf adi suyun qəbulundan gedir. Qaynanmamış su. Qaynanmamış su təmiz su olmalıdır və hər bir suya da etibar eləmək olmaz. Ay, sağ olun. Bəli, ona görə də o da bir problemdir. Etibar etdiyiniz, bəli, o da bir problemdir. Etibar etdiyiniz mənbədən götürdüyünüz sudan ilıq şəkildə istifadə etmək lazımdır. Gün ərzində suyu kifayət qədər qəbul edib etmədiyinizi bilməkdən ötürü sadə bir üsul var. Barmaqdan qan alınır, hematokritin deyilən bir göstərici var. O göstərici